Salam, mən Sübhan Musayev. Bu videoda sizə birinci qrupa Riyaziyyat İnformatika alt qrupu üzrə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuş informatika dərsləri hazırlıqları haqqında məlumat verəcəm. Hazırlıqlar həm ənənəvi, yəni üzbəüz formada, həm də onlayn şəkildə keçirilir. Ənənəvi üzbəüz dərsləri Yasamal rayonu ərazisində Elmlər Akademiyası metrosunun yaxınlığında keçirəm. Onlayn dərslərə isə şagirdlər, abituriyentlər Zoom vasitəsilə qoşulur. Təbii ki, ölkənin hər hansı bir yerindən qoşulmaq mümkündür. İndi keçirik ədəbiyyat siyahısına. İstifadə edəcəyimiz vəsaitlər. 1. 5-11-ci sinif orta məktəb dərslikləri. Nəzəriyyə olaraq bu kitablardan istifadə edirik, mövzuları buradan öyrənirik. Təbii ki, mən orta məktəb kitabları əsasında konspektlər hazırlamışam. Bütün kitabları abituriyentlər oturub oxumurlar, əzbərləmirlər. 2. DİM informatika test toplusu. Digər fənlərdə olduğu kimi informatika üzrə də hazırlaşanda əsas test işləmək üçün vəsaitimiz DİM-in test toplusudur. Və burada qeyd eləmək istəyirəm, kitabın şəklini sağ tərəfdə görürsünüz və 2025-ci ildə bu kitabın yeni versiyası çap olunacaq. Ona görə yaxşı olar ki, yeni versiyanı gözləyib sonra bu kitabı əldə edəsiniz. Üçüncü vəsaitimiz mənim hazırladığım Udemy kursudur. Şəklini görürsünüz kursun. Bu kursda 39 saatdan yuxarı video material, yəni mövzuların video izahı, həmçinin test izahları da var. Çoxlu sayda testlər və PDF materiallar, konspektlər mövcuddur. Hətta 5-11-ci sinif orta məktəb kitablarının PDF variantları həmin kursda da mövcuddur ki, mən o PDF-lərin üzərində vacib olan yerləri qeyd etmişəm. Bunlar istifadə edəcəyimiz vəsaitlərdir, yəni hazırlığa qoşulanlar. Dediyim kimi, birinci onsuz da Udemy-də var, ikinci və üçüncünü mütləq əldə etməlidirlər. Və istifadə edəcəyimiz proqramlar. Əvvəl qeyd etdiyim kimi, onlayn hazırlıqlara qoşulan abituriyentlər Zoom proqramı vasitəsilə dərsə qoşulacaqlar. Ona görə mütləq sizə Zoom lazımdır. Əlavə olaraq, həm onlayn dərslərdə, həm də ənənəvi üzbəüz dərslərdə Kahoot proqramından istifadə edirik. Böyük ehtimal ki, çoxlarınız bu proqramı, tətbiqi tanıyırsınız. Çünki orta məktəblərdə də çox istifadə olunur, çox məşhurdur. Nə üçün lazımdır bu tətbiq bizə? Test işləmək üçün lazımdır. Kahoot vasitəsilə testlər işləyirik və təbii ki, çətin olan testlərin mən izahını verirəm. Dediyim kimi, Zoom proqramı sadəcə onlayn qoşulanlar üçün lazım olacaq. Kahoot isə həm canlı dərslərdə, həm də üzbəüz dərslərdə istifadə olunur. Ancaq onlayn hazırlıqlara qoşulanlara bir məlumat, qoşulmaq istəyənlərə vacib bir məlumat verim. Siz hazırlığın keyfiyyətli olmasını istəyirsinizsə, hazırlığa qoşulan zaman sizin yanınızda, əlinizin altında 2 dənə qurğu olmalıdır. Məsələn, bir kompüter və bir telefon və ya 2 dənə telefon da ola bilər, fərqi yoxdur. Niyə bu formada hazırlığa qoşulmaq məsləhətdir və ya daha yaxşı olur, daha effektiv olur? Çünki siz dərs zamanı, məsələn, kompüter vasitəsilə Zoom-a qoşula bilərsiniz və Kahoot-da testləri işləmək üçün isə telefondan istifadə edə bilərsiniz. Beləliklə, telefonda asan şəkildə testləri cavablandıracaqsınız və eyni zamanda mənim izahlarımı, məsələn, çətin test idi, şagirdlər yaza bilmədilər və mən onu izah edirəm. Mənim izahlarımı da asanlıqla kompüterin ekranında, yəni Zoom vasitəsilə görəcəksiniz. Tək bir qurğu vasitəsilə də dərsə qoşulmaq olar. Amma bu zaman siz testi işləyəndə Kahoot tətbiqinə keçməlisiniz. Mən testin izahını verəndə isə təzədən Zoom-a qayıtmalısınız. Bu formada isə sizin üçün biraz çətin, yorucu olacaq. Ona görə 2 qurğunun olması onlayn dərslər üçün daha uyğundur. Qeydiyyat üçün əlaqə nömrəsi həm ekranda hal-hazırda görürsünüz, həm də videonun açıqlama bölməsində mövcud olacaq. WhatsApp vasitəsilə qeydiyyat üçün yaza bilərsiniz. Bundan əlavə qeyd edeyim ki, qeydiyyat 2025-ci il üçün iyul ayının 1-dən başlayacaq. Dərslərimiz isə sentyabrdan başlanır.